12 iyun 2025-ci il tarixində kapital bazarlarındakı lider mövqeyini ildən ilə gücləndirən Paşa Kapital İnvestisiya şirkətinin 2024-cü il üzrə maliyyə yekunları və gələcək inkişaf istiqamətləri ilə bağlı mətbuat konfransı keçirilib. Bildirilib ki, fəaliyyətinin 24-cü ilində olan Azərbaycan kapital bazarları son illərdə əhəmiyyətli inkişaf mərhələsinə qədəm qoyub. 12 iyun 2025-ci il tarixində kapital bazarlarındakı lider mövqeyini ildən ilə gücləndirən Paşa Kapital İnvestisiya şirkətinin 2024-cü il üzrə maliyyə yekunları və gələcək inkişaf istiqamətləri ilə bağlı mətbuat konfransı baş tutub. Mətbuat konfransı çərçivəsində bildirilib ki, fəaliyyətinin 24-cü ilində olan Azərbaycan kapital bazarları son illərdə əhəmiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Paşa Holdingin 100%lik səhmdarlığı ilə fəaliyyət göstərən və 13 ildən artıqdır ki, yerli kapital bazarlarının fəal iştirakçısı olan Paşa Kapital İnvestisiya şirkəti 2024-cü ildə yerli bazarda dövriyyə həcmini əvvəlki illə müqayisədə 35% artıraraq 27 milyard manatadək çatdırmış, mövqeyini daha da möhkəmləndirmişdi. Bu ildəki mətbuat konfransda biz əsas maliyyə göstəricilərinə toxunmuşuq, strateji məqsədlərimizdən də paylaşmışıq. İnvestorlar üçün geniş imkanlar təqdim edən Paşa Kapitalın xidmətlərindən faydalanmaq üçün 1548 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.